Hər birinizi salamlayıram. Bununla bağlı kanalımda əvvəllər video çəkmişdim. Bu gün danışmaq istədiyim mövzuyla bağlı. Sadəcə son yaşadığım hadisələrə daha da məni bu mövzuya itələdi və istəyirəm ki, bu mövzu ətrafında biraz daha danışım. Adətən görürsən ki, əsasən də TikTokda və YouTube'da ən məşhur olan, reytinqdə olan videolara baxırsan, böyük əksəriyyəti pişiklərin olduğu videolardır. İnsanların pişiklərə qarşı çox böyük bir rəğbəti var. Onlara çox ciddi bir həssaslıqla, çox ciddi bir sevgi və mərhəmətlə yanaşırlar. Hal belə olduğu təqdirdə, məsəl üçün, mən iş yerimdə bir dəfə işə gedəndə gördüm ki, bir pişik ağacda qalıb. İnsanlar da ağacın ətrafına yığışıb, nərdivan gətirən kim, eləyən kim, hətta orada cavan oğlan var idi. Yəni yaşlı kişilər var idi, amma bir qadın deyirdi ki, siz deyir qalın yerinizdə, mən özüm çıxıb onu götürəcəm. Yəni xala bu mərhəmətə, bu fədakarlığa o situasiyada razı idi. Və bu hadisəni yaşadıktan sonra mən biraz daha düşünməyə başladım ki, niyə da, yəni niyə məsələ orada bir insan olsaydı, həmin xala eyni reaksiyanı verəcəkdimi? Bu həqiqətən cavabı bilinən bir sualdır. Verməyəsik. Çünki bizlər biraz məsələ insan olanda düşünürük ki, bu şuurlu varlıqdır. Bu əgər özünü belə ehtiyac sahibi kimi göstərirsə, o situasiyada mənə ehtiyac varsa, birdən məndən sui-istifadə edər, mənim başıma hər hansısa bir iş gələr, içimə qalar, məni şərləyər. Bu düşüncənlə bunu eləmirik əslində qalsa. Çünki bir pişiyin bizə zərər verməyəcəyini aşağı-yuxarı hər kəs qane eləyir. Ona görə də gedir o pişiyə köməklik göstərmək istəyir. Lakin pişiklərə göstərdiyimiz bu aşırı mərhəmət duyğusu, həddindən aşdığımız, göstərdiyimiz bu mərhəmət duyğusu əslində qalsa pişikləri həm passivləşdirir, həm də onların fitrətinə birbaşa müdaxilə sayılır. Baxın, bir örnək verim. Ortalama bir pişik, yəni çöldə yaşayan bir pişik 3-5 il aralığında ömrü olur. Artıq da ola bilər, əksik də ola bilər, ortalama bu il rəqəmlər çərçivəsində olur. Lakin biz bir pişiyi evə gətirsək, bunun 2 qatı, 3 qatı həmin pişik ömür sürmüş olur. Yəni 5 il, 10, yəni belə baxanda hamı deyəcək ki, nə yaxşı da biz bir pişiyi evdə saxlayanda onun ömrünü uzatmış olur. Lakin araşdırmalar göstərir ki, təsdiqləyir hətta bunu araşdırmalar ki, 90-95% evdə saxlanılan pişiklər xərçəng olur və bunu da ailə üzvlərinə yoluxdurma ehtimalı çox böyük bir faiz daşıyır. Yəni Allahın o pişiyə vermiş olduğu bir yaşam, bir həyat tərzi var və biz o fitrətə müdaxilə edərək o pişikləri evə həbs edirik və bununla da fəxr edirik ki, onları övladımız kimi bəsləyib böyütməyə çalışırıq. Bu öz yerində. Hətta Araz Marketin birində həm qulaq şahidi olmuşum, həm də göz şahidi olmuşum ki, bir nəfər öz pişiyinə çəkilmiş ət alır, deyir ki, bizim evdə pişiyi çəkilmiş ətdən başqa heç nə yemir. Yəni situasiyanı siz özünüz düşünün. Bunların hər birinə baxıb analiz elədikdən sonra görürsən ki, insanlar məsələ bir insan olduqda burada artıq fərqli bir situasiya yaşatmağa çalışırlar. Məsələn, Oba marketdə yaxınlarda baş vermiş hadisədə zərər çəkənin biri ayağını sürtləyə-sürtləyə çölə çıxır, kömək istəyir və onun kömək istədiyini görən 2-3 nəfər ondan uzaqlaşır. Halbuki ona yaxın məsafədədir, ondan qaçaraq uzaqlaşır. Və bir nəfər gəlir ona kömək edir, ondan sonra bir neçə nəfər də ətrafdan gəlir. Yəni hər daim bizdə bu ictimai nəqliyyatda da bu formadadır. Biz insanlardan doğru bir düzgün bir hərəkət gözləməyə çalışırıq. Yəni istəyirik ki, onların bizə vermiş olduğu yox, özümüz bunu edək. Yəni başqasından gözləmirik. İstəyirik ki, birinci hərəkət edən kimsə olsun və ya başqası olsun, bizim üçün bunun heç bir fərqi yoxdur. Əsasda başımıza bir hadisə gələndə və yaxud da sözün doğrusunu deməyə çalışanda istəyirik ki, birinci qoy başqası desin. Mən başqasının üzərinə açırıq. İctimai nəqliyyatda da buna şahid oluruq, cəmiyyətimizdə də buna şahid oluruq. Və hal belə olduğu təqdirdə də bu kömək eləməkdə də bu formadadır. Biz mərhəmət göstərməyi də başqasına fokuslayırıq. Qoy birinci başqası mərhəmət göstərsin. Əgər mənə də orada ehtiyac olursa, mən də gedib mərhəmət göstərirəm. Amma halbuki belə olmalı deyil. Necə ki, ictimai nəqliyyatda hər hansısa bir problem çıxanda səsimizi çıxartmırıq. Çünki nə düşünürük? Düşünürük ki, qoy kimsə səsini çıxartsın, kimsə problemi desin. Ondan sonra əgər uyğun olarsa, mən də öz fikrimi bildirərəm. Belə edirik. Və bu da bizim cəmiyyət içərisində passivləşməyimizə gətirib çıxardır. Öz fikrimizi demirik və
Beləliklə də toplumun içindən yavaş-yavaş soyuyub kənara çəkilməyə başlayırıq. Və pişiklərə məsəl üçün buna da çox şahid olmuşam. İşə gedərkən, evə qayıdarkən hər kəs çantasında, cibində əlavə bir pişik yeməyi gəzdirir. Və o harda pişik görsə onu verməyə çalışır. Və biz bunu eləyərək bilmirəm, onu verən insanlar bunun fərqindədirlərmi bilmirəm. Onu verərək əslində qalsa pişiyin fitrətini pozmuş oluruq. Pişik məsəl üçün çöldə yaşayan pişik kənardan nəsə özü üçün ovlayırsa və yaxud da zibillikdən nəsə tapıb yersə, mən artıq zibillikdə eşələnən pişikləri görmürəm yəni. Açığı yəni bir neçə zibilliyin yanından keçəndə buna fikir vermişəm. Orada artıq eşələnən bir pişik görmürəm. Bu da o deməkdir ki, pişiklər ancaq marketlərin qabağında. Niyə? Çünki marketdən çıxanlar buna yazığı gəlib ona yem verirlər. Hətta marketin ərzaqlar olduğu sırasına baxırsan ki, uşaq yeməklərinə yaxın yerlərdə, hətta uşaq yeməklərindən də artıq pişik yeməklərinin fərqli formaları var. Yəni bir daha bu mövzuya toxunmaq istədim. Yenə də toplumumuzda belə mərhəmət sahibi insanların olması həqiqətən də təqdirə layiq bir şeydir. Çox gözəl bir şeydir. Lakin bunun dozasını tutturmayıb və məsələ insan olanda mərhəmətdən yoxsun bir şəkildə rəftar ediriksə, bu artıq bizim mərhəmət duyğusunun yanlış istiqamətə, səhv bir istiqamətə sürüşməsini göstərir. Və bununla paralelində biz mərhəməti əslinə qalsa səhv başa düşdüyümüzdən göstərilir. Çünki mərhəmət ancaq spesifik olaraq hər hansısa bir canlıya məxsus olan bir şey deyil. Əgər mərhəmət sahibi insanıqsa biz bütün canlılara mərhəmət göstərməliyik. Yox, spesifik olaraq göstəririksə, bu artıq mərhəmətdən çıxır başqa şeylərə girir. Məni dinlədiyiniz üçün çox sağ olun. Görüşmək ümidi ilə. Hələlik.